taksi şirkətinin sürücülərə göndərdiyi bildiriş onları çaşbaş salıb. Bildirişə əsasən yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10%-ə qədər artırılıb. Qərar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər. Bildiriş gəlir. Ancaq müştəri düşəndə 2.50 yazırdı, düz 2.60 yazırdı, düzdür. Qaldırıb onu eləyib 2.70. Belə eləyir. Müştəri olsa düşəndə 3 manat da verir, eləsi var. Eləsi də var, vermir. Yəni heç nə qalxmayıb. Həmən köhnə tas, amma köhnə şeydir. Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildirdilər. Dünən belə deyək də, hardan hara, yəni məsələn, yasamaldan cüzdəyə 8 manat 10 qəpik yazıbdır. Yəni elə həmənki qiymətlərdir, həmənki tariflərdir. Yəni heç bir fərqi yoxdur. Qiymətlərdə gördüyünüz kimi heç bir fərqi yoxdur. Digər sürücülər də kamera qarşısında danışmaq istəməsələr də, taksi şirkətindən belə bir bildiriş aldıqlarını dedilər. Yango şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bildirişin gəlmədiyini dedilər. Xeyr, gəlməyib. Bildiriş gəlməyib, mənə bildiriş gəlməyib. Bəs əslində nə baş verir? Yanacaq xərclərinin yüksəlməsi fonunda bütün kateqoriyalar üzrə tariflərin 10%-ə qədər artırılması Bakıya aid deyilsə, onda burada çalışan taksi sürücülərinə belə bir bildiriş necə göndərilib? Bolt şirkətindən bildirildi ki, 2 gündür şirkətdən sürücülərə gediş haqqında 10% artımın olacağı barədə bildiriş xarakterli SMS göndərilib. Bugündən isə qiymət artımı tətbiq edilib. Ancaq bu Bakı, Sumqayıt, Gəncə şəhərlərinə aid deyil. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10%-ə qədər təşkil edir və regiondan asılı olaraq 5-10% arasında dəyişə bilər. Şirkətdən bildirilib ki, Bakıda işləyən bəzi taksi sürücülərinin də bildiriş alması onların qiymət artımının şamil edildiyi şəhərlərdə qeydiyyatda olmaları ilə əlaqədardır. Yango şirkətindən isə bildirildi ki, onların tətbiq etdikləri tariflərdə dəyişiklik yoxdur. Ancaq bu hazırda müzakirə mövzusudur.